Deyir, toydan toy tutmaq. Bizdə də vəziyyət belə olur. Demək 2 gün bundan qabaq cəvizli şüşə bişirib göndərmişdim bir müştərim üçün, hörmətli müştərim üçün məclisində. Bir qonaq görüb bəyənib, çox xoşuna gəlib və mənim nömrəmi götürüb mənə zəng elədi. Ruhiyyə xanım, bəs filan məclisdə sizin cəvizli şüşələrinizdən yedim, çox xoşuma gəldi. Mən də istəyirəm 25-30 dənə. Mən də bişirdim. Bax belə bir gözəllik, belə bir möhtəşəm bir gözəllik. Şüşənin gözəlliyi, parlaqlığı, naxışı, kənarının burulmağı, heç açılmır da kənarları, hamısı eyni qaydada. Yumuşaq, gözəl, gözəl. Bunun əsas xəmiri, içliyi də təmiz şərə yağı ilə, xəmirinə də təmiz şərə yağı, həyət yumurtası, kənd südü. Cəviz də əlbəttə öz ordubadımızın cəvizi ilə hazırlamışam. Bax, belə bir gözəl, möhtəşəm, üzərinə də həyət yumurtası vurmuşam. Ona görə də bax, belə parıldayır. Yəni, əsas xəmirindən də asılıdır parıldamağın. Əsas xəmir möhtəşəm, mükəmməl olmalıdır ki, bax, belə bir gözəllik sənin üzvə gülsün. İndi göndərirəm müştərim üçün, nuş olsun deyirəm, cibinə bərəkət, canına da sağlıq.